tipli testlərin izahı ilə davam edirəm. Baxıram 18-ci testimizə. Baxın, mütləq imtahanda bir testimiz en number of, the number of aid olur. En number of-dan yadınızda saxlayırsınız, xəbər cəmdə olmalıdır. Amma D number of-dan xəbər təkdə olmalıdır, yəni həzf veribdir, düzgündür. Economics sonu x ilə bitən elm fənn adları həmişə xəbəri təkdə qəbul edəcəkdir. Ona görə də is olmalıydı, ar olmaz. Daha sonra baxıram dördüncüyə. Dördüncü cümləmizdə də police. Police həmişə xəbəri cəmdə qəbul edən isimdir və cəmdə olan isimdir. Yəni xəbərimiz də cəmdədir, düzgündür. Policeman, police officer bunlar təkdədir. Amma polis həmişə cəmdə olan isimdir. Neither of the answers is correct. Yadınızda saxlayırsınız C. Neither of-la da xəbərimiz təkdə işlənir. Cavabların heç biri düzgün deyildi. Deməli düzgündür. Oldu 2, 4, 5, yəni B bəndi. Baxıram 19-cu testimizə. Baxın, nümerətli sözlər sayıla bilən isimlərin bütün xüsusiyyətlərini daşıyır və sayıla bilirlər. Görürsünüz, E artiklı işlənibdə, slice təkdədir deyə düzgündür. Several sayıla bilən cəm isimlərlə işlənir, cars olmalıydı, yanlışdır. Three bars, görürsünüz, cəmdədir, deməli düzgündür, çünki 3 deyir burada. A few bowl, burada da a few sayıla bilən cəm isimlərlə işlənir, bowls olsaydı düzgün olardı. Düzgün cavabımız oldu 1-3, yəni B bəndi. Baxıram 20-ci testimizə. Hot tea bilirik ki, çay sözü sayılmayan isimdir. A few sayılan isimlərlə, many sayılan isimlərlə işləniyinə görə ələndi. Much, a lot of qaldı. Deməli, much sayıla bilməyən isimlərlə işlənir, a lot of hər ikisi ilə də işlənə bilir. Baxıram 21-ci testimizə. Baxın, burada nöqtələrdən sonra isim yoxdur. Yəni, burada da nöqtələrdən sonra isim yoxdur, burada da nöqtədən sonra isim yoxdur. Deməli, biz onda isimlərin işlənə bilən yer əvəzlərini əliyirik. Bunlar hansılardır? My, your, his, her, it's, our, your, their. Yəni, baxın, her, your və my. Bunları əliyəndən sonra düzgün cavabımız qaldı. B bəndi. Bilirik ki, isimsiz işlənən yəli əvəzlərin sonunda S olur. Bir də my, mine olur. Deyir, bu kimin çətiridir, səninkidir, soruşur. O da deyir, xeyr, mənimki deyil. I think it is hers. Məncə onuncudur. Deməli, düzgün cavabımız oldu B bəndi.